olmayanların evi olsun. Yeni bir tane evimizde karşınızda ya. Kanallar var. Evimiz yerleşir. Hökmənlər, məktəb, bağça, poliklinika yaxınlığında. 3 otaqlı. Qiymət neçəyə? 43.500 manat. Bu qiymətə 3 otaqlı ev. 2 dərsdir ya, biri də yanında. Ona da qiymət neçəyə? 44.500. Sağlıcılıq həyəti bir balaca böyük deyil. Real alıcı gəlsin, ikisinin də endirmə olacaq. Mənim Bakıdan, gəlin. Evimizin pərvanına var. Bir dənə pərvanla çək. Bakının Hökməli kəndində 3 otaqlı ev neçəyə? 3500 qardaş. 5 daş kürsüyədə. Evimizə daxil olarkən, bir dənə gözəl kadro sistemi, həmçəkimi. Burada bir dənə yataq otağı. Evimiz tamamı olunur. Qonşular çəkilir. Kanallar da ki, yox sözü yoxdur. Həmçəki söz. Hər bir şey var. Gəl, lazım al. Nə burada? Kuxna stüdyo mətbəx. Demək ki, tanrı qardaş. Evimizdə özəlliklər, bir dənə zala vaxtına. Gəlin inşallah özünü görərsən. Zalımızın necə böyle olur. Pəncərə dərsiniz, öz həyətdə. Gələr, yəni burada gözəl ölçüdə, bir dənə də yataqdan istəyirsin burada. Və çay var, gələr. Hamamsanızı. Hamısını göstər. Nə qaldı? Heç nə. Son nə qaldı? Nə? Gəlin alın, evi olmayanların yerində evi olsun, razı qalın. Sağ olun.